ki, onlarda yoluxucu xəstəlik var ya yox, məhz bu sistemə xlamidiya infeksiyası daxil deyil. Çünki bu infeksiyanın qanda bəlli olması üçün infeksiya yoluxmuş nahiyədən yaxma götürülür və xüsusi PCR dediyimiz üsulla onun DNT-si, bakteriyanın DNT-si aşkar olunur və bu da təbii ki, rutin müayinə deyil. Buna görə də aşkarlanmaya bilər. Ancaq yaxşı olar ki, profilaktik məqsədlə əvvəla bu xəstəliyin qarşısının alınması üçün cinsi əlaqə zamanı yenə də prezervativlərin istifadəsi çox mühümdür. Daha sonra öz partnyorun, əgər bir partnyor müalicə olunursa, digəri də mütləq şəkildə partnyoru müalicə olunmalıdır. Yox, əgər sabit partnyor yoxdursa, son 2 ayda əlaqədə olduğu şəxslərə məlumat verilməli və onlar da müalicəyə cəlb olunmalıdırlar. Çünki dediyim kimi gonoreya qədər pis olmağı ilə qalmır, ondan da betər bir xəstəlikdir. Daxili orqanlara çox ziyan vurur. Sadəcə sidik cinsiyyət sistemini tutmur. Həmçinin dediyim o qaraciyər ətrafını tuta bilər, öd kisəsini tuta bilər, ürək qapaqlarına yayıla bilər, ürək çalışmazlığı, müxtəlif oynaq xəstəliklərlə gedir. Çox pis ağır gedişatı ola bilər və kişilərdə prostatı da tuta bilir. Tutan zaman isə prostatın iltihabı olur. Bu isə həmin xəstəliyə məruz qalmış şəxslərdə ayaq arasında ağırlıq hissi, sidiyə çıxma zamanı yanma, göynəmə ola bilər. Qadınlarda isə gonoreya infeksiyasında olduğu kimi daha həlim formada gedə bilər. Yəni qadın heç ondan xəbəri olmaz ki, onda bu infeksiya var, amma axıntı ilə özünü göstərir təbii ki. Buna görə də maariflənmək, qorunmaq, bu xəstəliklərdən qorunmaq çox önəmlidir. Baş bəlası xəstəliklər olduğu üçün. İzlədiyiniz üçün təşəkkür edirəm. Sabahları növbəti cinsi yollaşan xəstəlik haqqında da məlumat verəcəyəm.